İslam igidləri. Əliyə yaraşan ən yaxşı ad Əli Mələkuti, yoxsa Əli Pərvazidir. Əli həmişə Allaha qovuşmağa qanadlanardı. Əli Təzəllayı 1338-ci ilin Murdad ayının 5-də məzhəbi bir ailədə dünyaya gəldi. Əli ilk oxul və orta məktəbini keçirdəndən sonra diplomunu yuxarı nömrə ilə tərbiyyət oxulundan aldı. Təzəllayı mədrəsədə Pəhləvinin Rəstaxiz hizbinin üzviyyət kağızını imzalamamışdı. Qorxmaz Əli Təzəllayı Pəhləvinin qurduğu hizbə üzv olmamağına görə savaşa çağırılmışdı. 1357-də Azərbaycanlı igid tamamilə inqilaba qoşulmuş və elamiyyə çap eləməyə əl vurmuşdu. Təzəllayı 58-də sipaha gedir və Seyyid-i Şühədə Padğanının amuziş mürəbbisi olaraq çalışır. Əli bir yerdə dinc duran birisi deyildi. Ölkənin qərbinə sürür, ziddi inqilablarla döyüşür. Sonra Əfqanistana gedib oranın mücahidlərinə amuziş verir. Təhmili cəng başlayarkən vətənə dönür. Həlafiyyə və Susəncər döyüşlərində fərmandeh və müavin əməliyyatı unvanı ilə qatılır. O təhmili cəngdə Piranşəh cibhələrinə getmiş və İslam bayrağını ucatmaq üçün çoxlu candan keçənliklər etmiş. Təzəllayı eşq ilə döyüşürdü, savaşırdı. O, cəngi bölgəsini izləyib analiz edəndən sonra bölgəyə görə əsgərlərinə amuziş verərdi. Sonda Qorxmaz Əli Təzəllayı 63-ün 12-ci ayının 25-də Bədr əməliyyatında Diclənin şərqində qəlb nahiyəsindən güllə yeyib şəhid olmuşdur.